Yasın bir dönəmi var. O dönəmi insan özü ilə tək qalıb yaşamalıdır. Yaşamasa o daha ağır fəsadlar verir deyə Bəli, düşünürəm. düzdür. Yasın tamamlanmaması deyə, yasını yaşayıb qurtarmamaq deyə bir şey var və bu ömür boyu sürə bilir. Normalda insanlar bir yaxınlarını itirdiklərində, yəni bu ortalama rəqəmlərdir. Ortalama 2 ay müddətində o yas dönəmini yaşayıb tamamlaması lazımdır və bu müəyyən etaplardan keçir. Birinci etapda o itkini qəbullanmamaq. Yəni birinci etap əslində şok etapıdır. Nə olduğunu qavraya bilməmək, o ölümü Gözlənilməz ölüm olanda xüsusilə. gözlənilməz ölüm olduğunda o ölümü hiss edə bilməmək və qəbullana bilməmək. İkinci etapda bir etapı var. Yəni belə olmasaydı, belə olsaydı. Buna Günahkarlıq hissi. müzakirə etapı deyirlər. Yəni ki, kaş ki belə olmasaydı, belə olsaydı. Kaş ki olmasaydı, belə olsaydı. Bunu belə eləsəydim, belə olmazdı kimisindən. Üçüncü etapda bir qəzəb etapı olur ki, orada bu baş verdiyi üçün müəyyən bəzən Allaha qəzəb olur, bəzən ətrafındakı günahlandırdığı insanlara qarşı bir qəzəb hissi olur. Bu da tamamlanır və depressiya etapına keçir.